Bismillahirrahmanirrahim. Quran-ı Kərimə əsasən Yunus Peyğəmbərin risaləti əsasən tövhidə dəvət üzərində qurulur. Ayələrdə Yunus Peyğəmbərin qövmünü Allahın yoluna çağırdığı, lakin onların uzun müddət bu dəvəti qəbul etmədiyi bildirilir. Bu səbəbdən Yunus Peyğəmbər qövmünü tərk etmişdi. Quran-ı Kərimdə buyurulur ki, Yunus Peyğəmbər qövmünü Allahın izni olmadan tərk etdikdən sonra dəniz səfərinə çıxmış, gəmidə püşk atılması nəticəsində suya atılmışdı. Ayələrdə onun böyük bir balıq tərəfindən udulduğu bildirilir. Bu hadisə Ənbiya və Səffat surələrində xatırladılır. Quran Yunus Peyğəmbərin bu vəziyyətdə Allahı zikr etdiyini bildirir. Onun etdiyi dua belə nəql olunur: Səndən başqa ilah yoxdur, sən pak və ucasan, mən zalimlardan oldum. Ayələrdə vurğulanır ki, bu zikr və tövbə nəticəsində Allah onun duasını qəbul etmiş və onu xilas etmişdir. Quran-ı Kərimə əsasən Yunus Peyğəmbər xilas edildikdən sonra yenidən öz qövmünə göndərilmişdir. Bu dəfə qövmü ona iman gətirmiş və imanları səbəbilə onlardan əzab götürülmüşdür. Quran-ı Kərimdə bildirilir ki, Yunus Peyğəmbərin qövmü iman gətirən yeganə qövm olmuşdur ki, imanları dünya əzabını dəf etmişdir. Rəvayətlərdə isə Yunus Peyğəmbərin hadisəsi ilahi tərbiyə və Peyğəmbərlərin də ilahi nəzarət altında olduğu prinsipinin nümunəsi kimi izah olunur. Və vurğulanır ki, Yunus Peyğəmbərin qövmünü tərk etməsi günah deyil, lakin ilahi icazəni gözləmədən tələskənlik idi. Bu hadisə onun risalət məsuliyyətinin yenidən təsdiqlənməsi ilə nəticələnmişdir. Quran-ı Kərimdə Yunus Peyğəmbər salih bəndələrdən biri kimi təqdim olunur. Ayələrdə bildirilir ki, əgər o Allahı çox zikr edənlərdən olmasaydı, qiyamət gününə qədər balığın qarnında qala bilərdi. Bu ifadə zikrin və tövbənin ilahi nicat səbəbi olduğunu bir daha göstərir.